ومن أحسن قولا ممن دعا إلى الله وعمل صالحا وقال إنني من المسلمين. إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا. من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله. أما بعد بارك الله فيكم أحسن الله عليكم. Allah size bereket versin ve inşallah yine biz Vaciz kitabında derslerimize devam ediyoruz. Yani Kitab-ül Fiqh ve Sünne, yani fiqh ve sünneni başa düşmek. Kitabın ve kitab ve sünneni başa düşmek. Deməli biz dərs namazının şərtlərini, vaciblərini və həmçinin müstəhəblərini götürmüşük. İndi qalmışıq. Yəni dərs namaz nə vaxt insana vacibdir və dərs namazı olmayan kəsə nə haramdır və yaxud da ki belə deyə bilərik. Birinci növbədə dərs namaz almaq nə vaxt vacib olur? Birinci olaraq namaz qılmağa başladıqda. Namaz qılmağa başladıqda və yaxud da ki dərs namaz yoxdursa, namaz qılmaq istəyirsənsə bu zaman dərs namaz almaq sənə vacibdir. Nəyə görə? Çünki Allah Teala Quran-ı Kərimdə buyurur ki: "Ya eyyuhellezine amenu ve enfusakum ya eyyuhellezine amenu iza qumtum ila-s-salat faghsilu wujuhakum ve aydiyakum ila-l-marafiq wamsahu bi-ru'usikum ve arjulakum ila-l-ka'bayn." Yəni Allah Teala buyurur ki, ey iman gətirən kəslər, namaza qalxdığınız zaman, burada qəsd olunan namaz qılmağa istədikdə üzünüzü yuyun və əllərinizi yuyun topuqlarla bərabər və həmçinin başınıza məs çəkin və ayaqlarınızı yuyun topuqlarla, yəni bərabər. Bu ayə əsasən Allah Teala burada əmr edir. Ya eyyuhellezine amenu iza qumtum faghsilu ila-s-salat faghsilu wujuhakum. Ey iman gətirən kəslər, namaz qılmağa istədikdə yəni üzünüzü yuyun. Əmr gəlir. Əmr də vacibliyə dəlat edir. Və həmçinin yəni şərtlərdəndir. Dərs namaz, namazın qəbul olması üçün şərtlərdəndir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki: "La yaqbalullah salata, yəni salatan bi ghayri tahur." Yəni Allah Subhanahu taala dərs namazsız namazı qəbul etmir. Yəni bu birinci şərt. Yəni dərs namaz nə vaxt vacibdir? Namaz qılmağa istədikdə dərs namaz vacibdir. İkincisi, dərs namaz nə vaxt vacib olur? Evi tavaf elədikdə. Evi tavaf elədikdə dərs namaz vacibdir. Çünki tavafsız dərs namazsız tavaf etmək icazəli deyil. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki: "Ət-tavafu bil-beyti salatun illə ennallah əhəllə fihi el-kəlam." Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, evi tavaf etmək namazdır. Yəni evi tavaf etmək namazdır. Sadəcə Allahu Teala orada tavafda, o namazda danışmağa icazə verib. Deməli, evi tavaf etmək namazdır. Allah Resulü sallallahu əleyhi və səlləm evi tavaf etməyini adlandırıb, namaz adlandırıb. Namaz da dərs namazsız olmur. Yəni adı namazsa dərs namazsız olmur. Lakin deyir ki, Allah Teala orada yəni danışmağa icazə verib. Və dərs namazın sonra gəlir dərs namazın müstəhəbləri. Deməli, dərs namazda vacib olan nə oldu? İki şey. İki halda dərs namaz vacibdir. İki halda dərs namaz var. Birinci namaz qılanda, ikinci evi tavaf edəndə. Sonra gəlir dərs namazda müstəhəb olanlar. Yəni, dərs namaz özü də müstəhəbdir, sünnədir, vacib olan yerləri də var. Lakin dərs namazın özünün də müstəhəbləri var, sünnələri var. Nədir? Birincisi, nə vaxt dərs namaz almaq sünnədir? Nə vaxt vacibdir, vacibləri götürdük. Nə vaxt dərs namaz almaq sünnədir? Birincisi, Allahı zikr eləyəndə. Dərs namazın yoxdursa, bu vaxt dərs namaz almaq sünnədir. Bu da Muhacir ibn Qunfuzun hədisinə əsasən. Muhacir ibn Qunfuz radiyallahu anhu deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmə yəni o dərs namaz alarkən salam verdim. Və Peyğəmbər sallallahu aleyhi və səlləm mənə dərs namaz alarkən salam verdim. O deyir, mənə salamı qaytarmadı. Və hətta dərs namazı bitirənə qədər. Dərs namazı bitirdi və sonra
salamı mənə qaytardı və dedi ki, innehu lem yemnu'ni en erudda aleyke yani illa enni karihtu en ezkurallah illa tahara. Peyğəmbər sallallahu əleyhi və səlləm ki, mənə sənə salamı qaytarmağa mane olan şey, yəni xoşlamadığım idi, dəstəmazlı olmadığım halda sənə dəstəmazlı olmadığım halda Allahı zikr etməyim. Dəstəmazsız halda Allahı zikr etməyim xoşlamadığım idi. Ona görə də mən salamı sənə dərhal qaytarmadım. Səbəbini də burada Allah Resulü sallallahu aleyhi və səlləm nə edir? Yəni səbəbini də zikr edir. Hədis səhihdir və Şeyx Albani rahimehullah hədisi Səhih Cəmi əsərində, yəni daha doğrusu Səhih İbn Məcə, yəni kitabında səhihləşdiribdir. İkincisi, dəstəmaz nə vaxt müstəhəbdir? Nə vaxt müstəhəb olur? Sünnədir dəstəmaz almaq. İkincisi, yatmaqdan öncə. Bu da deyir Bəra ibn Azim'in hədisinə əsasən. Bəra ibn Azim radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyərdi, İdə əteytə mədcəəkə fətavadda vuduəkə lissalat. Peyğəmbər sallallahu aleyhi və səlləm dedi ki, yatağa yaxınlaşdığın zaman, yəni yaxınlaşmağa istədiğin zaman dəstəmaz al, namaza dəstəmaz aldığın kimi. Sonra isə sağ tərəfə, yəni uzan. Sonra isə denən ki, Allahümmə əsləmtü nəfsi ileykə, yarhamkallah. Allahım, əsləmtü nəfsi ileyk. Nəfsimi sənə təslim etdim. Və vəccəhtu vəci ileyk. Və üzümü sənə yönətdim. Və vəffavtu əmri ileyk. Və işlərimi sənə havalə etdim. Və əlcəətu zahri ileyk. Və arxamı da sənə tərəf yönətdim. Rəğbətən və rəhbətən ileyk. Yəni rəğbətən və rəhbətən. Yəni qorxaraq və ümid edərək sənə. Lə məlcə və lə məncə minkə illə ileyk. Mənim səndən başqa sığınacaq yerim yoxdur. Allahümmə əməntu bi kitabikəlləzi ənzəltə. Allahım, mən sənin nazil etdiyi kitaba iman gətirdim. Və nəbiyyükəlləzi ərsəltə. Sənin göndərdiyin peyğəmbərə, yəni sənin göndərdiyi peyğəmbərə iman gətirdim. Fə in muttu min leylətikə fə əntə aləl fitrə. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əgər sən bu gecə dünyağı dəyişsən, bunu dediğin halda, dünyağı dəyişsən, sən fitrat üzərində olarsan. Fitrat üzərində olarsan. Və cəəlhunnə əxir mə təkəlləmə bihi. Peyğəmbər sallallahu əleyhi və səlləm bunlara deyir ki, yəni danışdıqlarının ən axırıncıları et. Yəni bundan sonra işte danışma. Deməli yatmaq. Bu da dəstəmazın sünnələrindən sayılır. Daha doğrusu dəstəmazda nə vaxt? Yəni dəstəmaz almaq sünnədir. Yəni onlardan da biri yəni yatmamışdan öncə. Üçüncüsü cünub olduğu halda. Bu halda da cünub olarkən də dəstəmaz almaq sünnədir. Çünki bu haqda da hədis var. Və əgər bir insan deyir, yemək və yaxud da içmək istəyirsə cünublu olduğu halda. Və yaxud da yatmaq istəyirsə və yaxud ikinci olaraq ciməyə qayıtmaq istəyirsə, yaxınlığa qayıtmaq istəyirsə, o zaman yəni onun dəstəmaz alması sünnədir. Bu da Ayşə radiyallahu anhə hədisinə əsasən Ayşə radiyallahu anhə deyir ki, Kənən Nəbi sallallahu əleyhi və səlləm idə kənə cunubən fəradə ən yəkulə. Peyğəmbər sallallahu əleyhi və səlləm cunublu olarkən yemək istədikdə və yaxud da ki yatmaq istədikdə namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı. Və həmçinin Əmmər ibn Yasir radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm cunublu olan şəxs üçün rüsxət verdi, icazə verdi ki, əgər yemək istəyirsə və yaxud da ki, içmək və yaxud da ki, yatmaq istəyirsə, dəstəmaz almasına ona icazə verdi. Yəni, bu nədir? Yəni, sünnədir. Yəni, sünnədir ki, bu halda dəstəmaz almaq. Həmçinin Əbu Said Əl-Xudridən gələn hədisdə Peyğəmbər s.ə.v deyir ki, İdə ətə əhədukum əhləhu thümmə əradə ən yəudə fəlyətəvadda. Yəni, sizdən biriniz əhlinə yenidən qayıtmaq istəyərsə, o zaman dəstəmaz alsın. Əhlinə yenidən qayıtmaq istəyərsə, yəni cima etmək istəyərsə, yenidən dəstəmaz alsın. Buradakı dəstəmaz Peyğəmbər s.ə.v fəliyyətəvadda dəstəmaz alsın, yəni əmir kimi zahirən əmir görünsə də, vaciblik görünsə də müstəhəbliyə dəlalət edir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləmin feillərində sabit olub ki, Allah Resulü bir dəfə cünub olduğu halda yəni yatıb dəstəmaz almadan. Bu da onu göstərir ki, yəni Peyğəmbər sallallahu sünnəsi odur ki, bu halda dəstəmaz almaq müstəhəbdir, əgər insan cünublu olarsa. Həmçinin
harda gene dəstəmaz almaq müstəhəbdir. Yəni insan qusul almamışdan öncə, istəyir o qusul vacib qusul olsun, istəyir o qusul müstəhəb qusul olsun. Qusul almamışdan öncə, yəni insanın dəstəmaz alması da müstəhəbdir. Bu da Ayşə radiyallahu anhənin hədisinə əsasən kənə Rasul sallallahu əleyhi və səlləm ilə ixtəsələ minəl cənəbəti yəbdəu fəyəğsul yədeyhi thumma yufriğu bi yəminihi alə şimalihi fəyəğsulu fərcəhu thumma yətəvəddəu vudu'əhu lis-salat. Yəni Ayşə radiyallahu anhə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm yəni cənabətdə olarkən qusul aldığı zaman birinci əllərini yuyardı. Sonra yəni thumma yufriğu bi yəmini alə şimalihi. Sonra sağ əli ilə sol əlinə su boşaldardı və sonra o sol əli ilə övrətini yuyardı. Sonra isə namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı. Namaza dəstəmaz aldığı kimi dəstəmaz alardı. Bu da onu göstərir ki, hədis həmçinin dəlalət edir ki, yəni qusuldan öncə dəstəmaz almaq da müstəhəbdir. Hədis də Şeyx Albani rahimehullah səhihləşdiribdir. Hədis səhihdir, həmçinin Muxtəsər Müslimdə də hədis keçir. Və ilikdə dəstəmaz, yəni hansı halda alması müstəhəbdir. Əgər odda bişən şey yedikdə dəstəmaz almaq müstəhəbdir. Düzdür, bəzi alimlər bunu hökmünə nəsx hökmü veriblər. Bu hədisdəki hədis nəsx olunub, hökmü nəsx olunub. Yəni, lakin nə vaxt nəsx olunur? Əgər iki dəlili bir-birinə zid olan, təarrud olan dəlili cəm etmək olmayanda onda alimlər onun hökmünü silirlər, nəsx deyirlər. Yəni, deməli, onun hökmü silinib. Bu cür deyirlər. Lakin əgər mümkündürsə onu cəm etmək mümkündürsə, onda birinci nəsxdən qabaq cəm etmək gəlir. Cəm etmək mümkündürsə, onda biz onu cəm edirik. Odda bişən şey və yaxud od toxunan şey yemək, dedik ki, bu halda dəstəmaz almaq da müstəhəbdir. Əbu Hüreyrənin hədisinə əsasən Əbu Hüreyrə radiyallahu anh deyir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi və səlləm yəqul. Allah Rasulü sallallahu aleyhi və səlləmlə eşitdim ki, deyirdi ki, təvaddəu mimmə məssətin nar. Yəni, od toxunan şeyi yedikdə dəstəmaz alın. Od toxunan şeyi yedikdə dəstəmaz alın. Yəni, kabab, bu kimi şeylər. Yəni, burada əmir təvaddəu, dəstəmaz alın, əmir müstəhəbliyə dəlalət edir. Niyə? Çünki niyə əsl odur ki, əmir vacibliyə dəlalət edir. Əsl budur. Lakin buradakı əmir müstəhəbliyə dəlalət edir. Müstəhəbdir. Niyə görə? Çünki Əmr ibn Umeyyə Əd-Damiriyyə hədisində orada keçir ki, deyir ki, Rəaytun Nəbiyyə sallallahu aleyhi və səlləm yəhtəzzu min kəsfi şəh. Mən Peyğəmbər sallallahu aleyhi və səlləmin qoyunun qolunu, yəni gözdə qızartdığını fəəkələ minhə və ondan yediyini və sonra namaza çağırıldığı zaman qalxıb əlindəyi bıçağı yerə atıb və dəstəmaz almadığı halda namaz qıldığını gördüm. Yəni, bu hədis artıq dəlalət edir ki, hədis də Səhih Müslimdə keçir, Muxtəsər Müslimdə keçir. Hədis səhihdir, əgər Müslimdə keçirsə. Barakallahu fik. Və hədisi də alimlər deməli burada cəm edirlər ki, hədis əslən vacibliyə dəlalət edirdi. Lakin Peyğəmbər sallallahu əleyhi və səlləm bu feili, bu əməli, ikinci əməli feili ona dəlalət edir ki, vaciblik hökmündən müstəhəb hökmünə düşdü. Cəm eləmək mümkündür. Amma əgər bu Peyğəmbər sallallahu bu hədisi olmasaydı, yəni o birisi hədis, yəni vacibliyə dəlalət edəsidir. Təvaddəu mimmə məssətinnər. Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, o toxulduğu şey yedinsə dəstəmaz alın, əmr elə. Əmrdə vacibliyə dəlalət edir. Nə vaxt onu biz müstəhəbliyə salırıq, ona əks olan bir dəlil, onu müstəhəbliyə salan bir dəlil gəlməyəcək qədər. Burada da dəlil onu göstərir ki, yəni Peyğəmbər sallallahu bunu eləyib və eləyibsə vaciblik hökmündən müstəhəb, yəni hökmünə düşür. Aydın oldu? Evet. Ondan sonra altıncısı. Nə vaxt dəstəmaz almaq yenə müstəhəbdir. Altıncısı, hər namaz üçün dəstəmaz almaq müstəhəbdir, sünnədir. Hər namaz üçün dəstəmaz almaq sünnədir. Bu da Bureydən. Hədisinə əsasən Bureydə radiyallahu anh deyir ki, Kənən Nəbi sallallahu əleyhi və səlləm ində kulli salatin. Allah Resulü sallallahu əleyhi və səlləm hər bir namaz üçün dəstəmaz alardı. Hər bir namaz üçün dəstəmaz alardı. Fələmmə kənə yevmül fəth təvadda. Allah Resulü sallallahu əleyhi və səlləm fəth günü dəstəmaz aldı. Və məsəh alə xuffeyhi.
həmçinin xofların üzərinə məs çəkdi. Və sallə salavat bi vudu'ul vahid. Və bir dəst namazla bütün namazlarını qıldı. Fəqalə ləhu Ömər. Bu zaman deyir, Ömər radiyallahu ona deyir, ya Rasulallah, innəkə fəaldə şeyən ləm təkun təf'aluhu. Sən elə bir şey etdin ki, onu indiyə qədər etməmişdin. Yəni bir dəst namazla bütün namazları qıldı. Əsl nə idi? Deməli, Peyğəmbər s.ə.v daimi nə eləyərdi? Hər namaz üçün dəst namaz alar. Amma deyir, səndən də elə bir şey gördüm ki, deyir. Elə bir şey gördüm ki, onu səndən heç vaxt görməmişdim. Yəni bir dəst namazla bütün namazları qıldım. Və onda Peyğəmbər s.ə.v deyir ki, əmdən fəaltü ya Ömər. Ey Ömər, mən bunu qəsdən belə etdim. Yəni, belə etmək də icazəlidir. Amma sünnə nədir? Sünnə odur ki, hər namaz üçün dəstəmaz almaq. Hər namaz üçün dəstəmaz almaq. Səbəbsiz yerə olmaz. Hər namaz üçün dəstəmaz ala bilərsən. Fərd, nafilə, hər namaz üçün. Aydın oldu? Amma səbəbsiz yerə dəstəmaz alın, dəstəmazın üzərində dəstəmaz alın, bu nur gətirir. Belə bir şey yoxdur. Belə bir şeyin əsli nədir? Belə bir şeyin əsli yoxdur. Həmçinin 7-cisi, dəstəmaz hansı hallarda almaq müstəhəbdir? 7-cisi sünnədir. Yəni, əndə kulli hədəsin. Hər dəfə dəstəmaz pozulanda dəstəmaz almaq da sünnədir. Bu da Bureydən hədisinə əsasən Bureydə radiyallahu anh deyir ki, Əsbəhə Rasulullah s.ə.v yavmən fədəə bilənə. Allah Rasul s.ə.v bir günü deyir ki, Bilalı çağırdı və dedi, ya Bilal, ey Bilal, bimə səbəqtəni iləl cənnə. Yəni, mən deyir, səni qarşında gedən gördüm. Yəni, mən deyir, ötən gecə cənnətə daxil oldum və sənin deyir, qarşında ayaq səsləri eşitdim. Fəqalə Bilal radiyallahu anh deyir ki, ey Allahın Rasulü, mə əllən tuqatdı illə salləytu rəkətəyn. Elə bir vaxt olmadı ki, əzan verim, ondan sonra 2 rükət namaz qılmayayım. Elə bir vaxt olmadı ki, əzan verim, ondan sonra 2 rükət namaz qılmayayım. Sonra deyir, وَلَا أَسَابَتِ حَدَسٌ قَطٌ إِلَّا تَوَضَّعْتُ عِنْدَ فَقَالَ رَسُولُ sallallahu aleyhi ve sellem لِهَذَا. Deyir ki, elə bir vaxt olmadı ki, dəstəmazın pozulsun, dəstəmaz alıb arxasında 2 rükət namaz qılmayayım. Deməli, hər dəstəmazdan sonra, hər dəstəmaz pozulduqdan sonra dəstəmaz almaq da nədir? Yəni, sünnədir və hər dəstəmazdan sonra da namaz qılmaq da nədir? Sünnədir. Və Peyğəmbər s.ə.v deyir ki, lihədə, elə buna görə idi səni cənnətdə görməliyim. Elə buna görə idi. Həmçinin müstəhəb olan şeylər dəstəmazda, nə vaxt dəstəmaz almaq müstəhəbdir? Onlardan biri Mə'dəd ibn Əbi Talhə, o da Əbu Dardadan rəvayət edir. Deyir, ənə Rasulullah sallallahu aleyhi və səlləm qaə fəaftərə fətəvadda. Deyir, Allah Rasulü sallallahu aleyhi və səlləm qaytardı və orucunu pozdu, fətəvadda və dəstəmaz aldı. Fələqidu təvbən fil məscid Dəməşq. Və deyir, mən deyir, Dəməşq məscidində Savbanla deyir, qarşılaşdım. Fəzəkərtu zəlikə ləhu. Və bu məsələlərini ona zikr etdim, danışdım. Fəqalə sadaqa. O da deyir ki, doğru danışıb. O hədisi kim sənə danışıbsa, hədis səhihdir. Ənə səbəbdü ləhə vudu'əhu. Və deyir ki, mən yəni ona dəstəmaz suyunu, yəni dəstəmaz üçün onun üzərinə su tökdüm, dəstəmaz alması üçün. Həmçinin dəstəmaz harda almaq yəni müstəhəblərdəndir. Yəni, meyyiti daşıdığı zaman, insan dəstəmaz alması sünnədir. Meyyiti yuduğu zaman isə, qüsul aldığı zaman dəstəmaz alması isə, qüsul alması isə sünnədir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən qassələ meyyitən fəliyyəxtəsil. Kim meyyiti qüsul aldırıbsa, qüsul alsın. Özü də qüsul alsın, əmr edir. Və mən həmələhu fəliyyətəvadda. Və kim də cənazəni daşıyıbsa, o da dəstəmaz alsın. Bu da tərk olunan sünnələrdəndir. Görürsən ki, cənazə daşınılır, amma heç kim girib dəstəmaz almır. Ona görə, ey qardaşlar, yəni, əsas bilmək yox, əsas tətbiqdir. Sahabələr niyə əfsər idilər? Radiyallahu anhum və radu anh. Allah onlardan, onlar da Allahdan razı olmuşlar. Yəni, niyə? Çünki onlar hər bir sünnəni tətbiq edərdilər. Onlar sünnədə fərq qoymazlar. Əgər Allah hər hansı bir əmri və Peyğəmbər s.ə.v hər hansı bir əmr edərdirsə, fərq qoymazlar. Vacibdir, müstəhəbdir, hətta bildikləri halda dərhal yerinə yetirərlər. Çünki niyə? Allah Rasulunun əmridir, Allahın əmridir. Nə fərqi var ki? Müstəhəbdir, vacibdir.
Ondan ötəri maraqlanardılar ki, vacibi tərk etsə kəffarəsi nədir? Nə üçün müstəhabi tərk etsə bunun kəffarəsi var ya yox. Ondan ötəri maraqlanardılar. Bizdə bugünkü gün hal nədir? Allah və Rasulun əmri gəlir. Yəni birinci maraqlar, vacibdir, müstəhəbdir. Vacibsə eləyək, müstəhəbsə tərk edir. Amma sahabələrin tariqası, yolu bu deyil. Sahabələr belə yol tutmazlar. Onlar sünnədir. Allah Resulü sallallahu aleyhi ve sellem qutarır. Bərəkət sünnədədir. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Yəni sahurda bərəkət var. Əs-sahuru bərəkə. Sahur bərəkətdir. Nədir? Sünnədir. Sünnə bərəkətdir. Necə ki Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, mən qassələ, mən rəğəbə ən sünnəti fəleysə minnə. Kim mənim sünnəsimdən üz döndərərsə, mənim sünnəmdən üz döndərərsə bizdən deyil. Bir rəvayətdə deyil, məndən deyil. Yəni məndən deyil, bizdən deyil, yəni qəsd o deyil ki, müsəlman deyil. Mənim sünnəmi tətbiq edənlərdən deyil yəni. Sonra gəl məsələ xof çəkmək, xofların üzərinə haflan, yəni məhz çəkmək, bu da qalsın gələn mövzuya. Subhanəkallahumma və bihamdik və əşhədu ən la ilahə illallah, nəstəğfiruka və etûbü ileyk.